Qarabağ bölgəsinə aid olan şirniyyatlardan biri və çox ləzzətli şirniyyatlardan biri Qarabağ kətəsinin hazırlanması. Əminəm ki, çox bəyənəcəksiniz. Görünüşü məncə öz sözünü deyir. Hər kəsə nuş olsun. Belə. Necədir? Bitti. Şimdi yenə qaradan çıxmışam. Nəhayət ki, izləyicilərim uzun mənə yazıblar ki, hətta orada çox yazırlar, bilmirəm. Qızım, cavansan az qara rəng geyin, qızım cavansan az qara rəng geyin. Amma mən rəngli geyməyi sevirəm. Sadəcə olaraq belə köynəklərlə də rahat olmaq olmur axı. Ona görə mən də daha çox belə rahat paltarlara üstünlük verirəm. Keçirik Azərbaycan mətbəxinə aid olan Qarabağ kətəsinin hazırlanmasına inanılmaz dadlıdır. Başladıq. İlk öncə bizə lazımdır süd. Bir stəkan süd. Əslində bir bilsəz, mən bundan neçə dənə hazırlayacağım. Təxmini mənə sifarişdir bu. 30 ədəd lazım. Sadəcə mən bu videonu tez bitirəcəm. Ona görə hava qaralmamış istəyirəm bitirim. Ona görə mən hələlik az porsiyasını yeyirəm. Deməli, bizə lazımdır süd. Bizə lazımdır ilıq süd. Əlavə elədim. Daha sonra 2 qaşıq şəkər. 1 qaşıq 2 qaşıq şəkər, 1 qaşıq da maya, 1 qaşıq maya əlavə elədim. Baxın, bunu belə qəşəngcə qarışdırırıq. Qarışdırdıq və içərisində mayanı həll edirik. Qəşəng. Saçımı da belə yolmuşam. Bir bilsəz başım necə ağrıyır. Saçımı da belə yolanda başım ağrıyır. Daha sonra belə bunu qoyuruq bir kənara. Daha sonra qoyacağım bunu bir kənara. Maya yavaş-yavaş aktivləşməyə başlayacaq. Yəni üzərinə balaca köpüklər əmələ gələcək. Belə deyim. Tam olaraq apara deyə bilmərəm buna. Aparanın reseptini mən tamamilə fərqli edirəm. Amma maya bunun içində aktivləşəcək. Narahat olmayın, mən sizə göstərəcəm bunu. Görək neçə dəqiqə aktivləşəcək. Belə oturaq gözləyək. Aktivləşdi. Maya aktivləşəndən sonra bura mən əlavə edəcəm. 1 yumurta bütöv. Bir yumurtanın da ağını, sarısını da üzərinə saxlayacağım. Sarısını da üzərinə saxlayıram. Oy, mən nə yerəm? Vanil. Bir paket vanil. Tuz. Bize lazımdır 100 gram yağ. Yumurtanı da qarışdırırıq. Bunu tez bir yana qoyuruq və ərinmiş kərə yağı, 100 gram ərinmiş kərə yağını bunun içine əlavə edəcəm. Mən artıq əritmişəm. Mən artıq kərə yağını əritmişəm. Belə. Deməli, duzu əlavə edim. Hər şeyini əlavə etdik. Mən buraya əlavə edəcəm 650 qram un, yəni 4 stəkan yarım un. Yəni yanınızda indi saxlayın. 4 stəkan yarım un 650 qramdır. İndi də mən buraya 650 qram un olacaq. Qarışdıracağım. Sonra xəmir yoğuruq. Elə bunu denən əvvəldən elə də ölüyəm. Belə xəmir yoğuruq. Belə bir xəmir yoğurdum. Baxın. Görürsünüz bunun kıvamını. Xəmir hazırdır. 40 dəqiqə qalacaq. 40 dəqiqədən sonra başlayacağım Qarabağ kətəsini bişirməyə keçirik.
İçiliyin hazırlanmasına. 120 qram 120 qram yağ və bir stəkan şəkər. Əlavə edəndən sonra əlimdə yaxşıca belə umac edəcəm. Əgər ki, əlinizə umac etmək istəməsəz, yəni azdır da, baxın bunu elə blenderda da etmək olar. Atırsınız blendera, qəşəngcə bütün ərzaqları. Blenderi 5 dəqiqə istifadə etsəz, heç 5 dəqiqə də çəkməyəcək. 5 dəqiqə çox olar. İstifadə etsəz bir qəşəng umac olacaq ki, mən də ki, qaplamağı sevmirəm də. Xəmir hazırdır. Bunu bura. Bu şirniyyatın böyüklüyü və yaxud da balacalığı sizin özünüzdən asılıdır. İstəsəz böyük də edə bilərsiniz, yəni doğru belə ortalığa da qoya bilərsiniz. İstəsəz belə balaca da edə bilərsiniz. Bu sizin özünüzdən asılıdır. Bizim bu xəmirimizdən neçə gündə çıxacaq. Mən 80 qramdan götürürəm. İndi mən sizə bir şey izah edeyim. 650 qram undan bizdə alındı 9 gündə. Əgər istəsəz ki, böyük edəsiniz, məsələn, olur da belə böyüklər olur, hardasa bu qədər. Onu bölüb ortalığa da qoymaq olur. Yoxsa əgər istəsəz ki, mən desəz ki, balaca eləyirəm, qramını balaca da götürə bilərsiniz. Mən bugün 80 qram elədim. Mənə 80 qram uyğundur. 100 də edə bilərsiniz, 200 də eləyə bilərsiniz. Məsələn, böyük bişirəndə onu doğrayıb ortalığa da qoymaq olur. Xəmirin gözəlliyini, əlimin altında xəmirin o gözəlliyini mən hiss edirəm, inanırsınız. Reseptdən çıxmasaz, mən resepti necə demişəmsə, siz elə edin. Görəcəksiniz, çox bəyənəcəksiniz bu resepti. Tabii resepti də var, ona da xamaburluğu niyə mənim əlimə böyük gəldi? Nəyəsə əlimə böyük gəldi bu. Ay yox, böyük deyil. 9. İstəsəz onun ədəd edin. Biraz balacalaşdıra da bilərsiniz. 70 qramdan, 65 qramdan elə biləm götürsəz, olacaq. 75 qramdan götürsəz, 75 qramdan götürsəz 10 ədəd də edə bilərsiniz. Amma mən sifarişdir. Ona görə 10 ədəd eləmədim. Bu biraz qalmalıdır. Belə kündələdiniz. Kündələyəndən sonra üstünə bir dəsmal atın. Bir ağ dəsmal. Kündələyəndən sonra üstünə dəsmal atın. Xəmir bircə damla da olsa özünə gəlsin. Bəzən elə vaxt olur ki, tələsirik, deyirik, tez-tez eləyək. Elə xəmiri yoğurduq, başlayırıq. Xəmiri daha doğrusu, nə deyirlər, kündə elədik. Elə vaxt olur ki, tələsirik. Xəmiri kündə elədik. Kündəliyən kimi də başlayırıq içini doldurmağa, bişirməyə. Amma o xəmir özünə gəlmir. O xəmir necə sənin üçün yaxşı şirniyyat olsun, necə sənin istədiyin şirniyyat olsun. Ona görə çalışın, dinləndirin. Bax, bunun üzərinə bağladım. Bir 5 dəqiqə, 10 dəqiqə mütləq dinləndirin. İndi məndə evdə salapan yoxdur. Salapan tapa bilmirəm mən. Şirniyyatçı olasan, sənin evdə salapanın olmayan səbəb, çünki mən anamcıda bişirirəm şirniyyatı. Mənim evimdə heç bir şey yoxdur. Belə çəkilişlər eləmək istəyirəm, amma evə gəlirəm. Bircə damcı qalsa, bir damcı. Bu olacaq qəşəng.
üzümlərini götürdüm. Azca yaydım, azca. Heç bir un vurmuram mən. Nə un vurmuram, nə də ki yağ vurmuram. Belə biraz öncə vurduğum yağ bəs deyil. İçliyə əlavə eləyəndən sonra baxın, sıxa-sıxa onu belə birləşdirirsiniz. Sıxa-sıxa xəmiri belə birləşdirirsiniz. Birləşdirəndən sonra hələ yaymasaq da olar. Hələ yaymasaq da olar. Biraz özünə gəlsin burada. Hər dəfəsində gözləyin ki, xəmir özünə gəlsin. Həm yaxşı rahat yayasınız. Çəngəli götürürük. Yumurta vurmamış, üzərinə yumurta vurmamışdan öncə iki yerdən baxın belə çəngəl vururuq ki, içində hava qalmasın. Bu qalsa onun forması yaxşı olmayacaq və baxın, görürsünüz, içində hava var. Onu qəşəngcə havasını belə alırıq. İki yerdən etsiz və yumurta vururuq. Arkada da qabları artıq yumuşam, ona görə yığılıb orada üst-üstə. Gözləyir külbəyə getsin, silsin. Yumurtalayacağım. Yumurta vurandan sonra qoyacağım pişməyə. Hazır. Qarabağ bölgəsinə aid olan şirniyyatlardan biri və çox ləzzətli şirniyyatlardan biri Qarabağ kətəsinin hazırlanması. Əminəm ki, çox bəyənəcəksiniz. Görünüşü məncə öz sözünü deyir. Hər kəsə nuş olsun. Belə. Necədir? Bitti. Gedirik. Şəşimizi çəkə bilərsən, yoxdan əyil. Gedirik, yoxsa bunları da hazırsan? Yox, bir dənə 5 dəqiqə olmayacaq. Şəşi çəkə bilərsən.